Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Bu videomuzda müəllimlərin işə qəbulu və sertifikasiya imtahanına hazırlaşan ibtidai sinif müəllimləri üçün Azərbaycan dilindən 5 suallıq sınağın izahlarını paylaşacağam. İzaha keçmədən öncə kanala abunə olaraq həm bizə dəstək ola, həm də paylaşılan videolardan məlumat əldə edə bilərsiniz. Qeyd edeyim ki, bizim bir həftə ərzində martın sonu, aprelin əvvəlinə təsadüf eləyəcək yeni bir onlayn qrupumuz dərslərə başlayacaq. Dərslərimiz həftədə 3 dəfə keçirilir. Bu 3 dərsin biri sırf olaraq mətnlərin canlı yayımda izahı, 2 dəfəsi isə mövzular üzrə mövzu və ümumi sınaqlarının təşkilindən ibarət olacaq. Tam ətraflı məlumat üçün 055 418 8202 telefon nömrəsi ilə WhatsApp-dan bizə yaza və ya zəng eləyə bilərsiniz. İndi isə keçək sualların izahına. Verilmiş nümunələrdəki təsriflənən feillərin qrammatik məna növünü ardıcıllıqla müəyyən edin. Səhərə yaxın daha da şəffaflaşan ayın işığında vaqonun içi aydınca görünürdü. Burada təsriflənən feilim görünürdü feilidir. Görməkdən görünmək əmələ gəlir. Bir var görünmək feili, bir də var görülmək feili. Görməkdən görül. In şəkilçisi bu məqamda vaqonun içi aydınca görünürdü. Kimsə tərəfindən görülə bilər. Yəni kimsənin görməsi üçün görülmək feili verilməlidir. Bu olar məchul növ. Yox, əgər vaqonun içi aydınca görünürdüsə, bu öz-özünə görünmədir. Öz-özünə görünmə də qayıdış növə aid olunur. Yəni görülmək məchul, görünmək qayıdış növ olacaq. Günlər diksinib yuxudan ayıldı. Burada təsriflənən feilim ayıldı feilidir. Ayıl sözün köküdür, d qrammatikdir. Burada hər hansı qrammatik növün şəkilçisi olmadığına görə bu feilimiz məlum növdədir. Onları meşə kənarındakı ucqar bir stansiyada vaqonla düşürdüb, dördtəkər arabalara doldurdular. Doldurdular burada təsriflənən feilimdir. Dolmaqdan doldurmaq, doldurdu nə etdi? D zaman, lar isə şəxs sonluğudur. Doldurmaq feili. Biz bilirik ki, dır şəkilçisi icbar növ əmələ gətirə bilər, amma gətirməyə də bilər. Yəni, hər dır şəkilçisi də icbar deyil. Bu zaman ən gözəl tətbiq üsulu işi öz üzərinə köçür. Doldurmaq feilini elə mən doldurdum. Bu zaman kim doldurdu? İşi kim elədi? Mən elədim, mən doldurdum. Əgər işi mən eləyirəmsə, özüm yerinə yetirirəmsə, bu məlum növdür. İcbar növün tələbi odur ki, işi kiməsə elətdir. Məsələn, burada qazdırmaq feili olsaydı, mən qazdırdım. Mən qazmadım ki, yox, mən kiməsə nəyisə elətdirdim, mən qazdırdım. Əmr verdim, qazdılar. Amma mən özüm qazmadım. Mən doldurdumda işi mən özüm elədim. Yəni, dolduran mənəm. Ona görə də doldurmaq burada olacaq məlum növ feil. Yəni, dır şəkilçisi burada sadəcə feildən feil yaradan leksik şəkilçidir. İcbar növün şəkilçisi deyil. Bu olacaq məlum. Yəni, ardıcıllıqla dediyinə görə qayıdış məlum. Qayıdış məlum. Doğru cavabımız olacaq B variantı. Davam edirik ikinci sualdan. Nümunənin morfoloji təhlilinə aid hansı fikir yanlışdır? Bəzən incidirsən, üzürsən məni, bu axı ürəkdir, daş deyil, ey gül. Sən elə zalımsan, elə ruhsuzsan, gözündən su gələr, yaş deyil, ey gül. Birinci misradakı sözlərdən yalnız biri düzəltmədir. Yalnız biri. Bəzən sadədir. İncidirsən, inciməkdən incitmək, incidir zaman səndə şəxsdir. Baxın, biz sözə sual verərkən incidirsənə deyirik ki, nə edirsən? Nə et sualın özüdür. Sualın tərkibində olan şəkilçilər qrammatikdir. İr və sən. Yerdə qalanlar ya kök ya da leksik şəkilçinin tərkibindədir. İnciməkdən də incitmək əmələ gəlir. Deməli, bir leksik var. Yəni, bu söz düzəltmədir. Üzürsən sözündə də eyni qayda. Baxın, nə edirsən sualını verirəm. Deməli, ir zaman sən şəxsdir. Yəni, üz kökdür, sadə sözdür. Məni kimi sualına cavab verir. Baxın, təhlili etdiyiniz zaman eyni qaydanı tətbiq edə bilirsiniz. Kimi, burada yenə sualın tərkibində olan şəkilçi kimi qrammatikdir. Yəni, burada bir dənə incidirsən, düzəltmə sözdür. Yəni, yalnız biri düzəltmədir, fikri doğrudur. İkinci misrada feillə amonimliyi olan iki söz işlənmişdir. Feillə amonimliyi deyirsə, başqa bir nitq hissəsi olmalıdır. Biz onu feillə amonim edə bilməliyik.
Bu feil ola bilməz. Axı feil ola bilməz. Ürək feil ola bilməz. Daş feil ola bilər. Daşmaq feili. Daş deyil. Nümunədəki daş isimdir. Nümunədə işlənib isim kimi. Və mən ona maq artıra bilib daşmaq feili eləyə bilirəm. Deməli, biri var. Deyil feil ola bilməz. Ey feil ola bilməz. Gül sözü. Gül sözü isim kimi nümunədə işlənib. Ey gül. Xitabdır burada. Ey çiçək mənasında. Bir də maqmək artırıb feil eləmək olar. Deməli, daş və gül sözləri feillə amonimli olan iki sözdür. Doğrudur. Dördüncü misradakı hal şəkilçili isimdə bitişdirici samit işlənməmişdir. Əvvəla dördüncü misraya baxırıq. Hal şəkilçili ismi müəyyənləşdirdik. Gözündən, göz isimdir. Gözündən, bəli, hal şəkilçilidir. İndi burada bitişdirici samit. Gözündən sözünü biz təhlil etdiyimiz zaman onun gözündən də deyə bilərik. Sənin gözündən də deyə bilərik. Bu zaman onun gözündən olduğu zaman onun gözü, ü mənsubiyyət, dənhal, n burada olur bitişdirici. Sənin gözündən dediyim zaman sənin gözün ün olur bütöv mənsubiyyət. Dən yenə olur hal. Yəni ikinci şəxs kimi düşündüyüm zaman bitişdirici olmur. Üçüncü şəxs kimi düşündüyüm zaman bitişdirici olur. İndi şeirə baxmalıyıq ki, görək burada hansı şəxsə götürülüb. Sən elə zalımsan, bax ikinci şəxsdir. Elə ruhsuzsan. Sənin gözündən su gələr, çünki ikinci şəxsdir, bax, üçüncü misrada qeyd olunub. Sənin gözündən su gələr. Deməli, mənim düşündüyüm burada ikinci şəxs olmalıdır və ikinci şəxs kimi burada bitişdirici samit işlənməmişdir. Fikri tamamilə doğrudur. Üçüncü misrada sifəti əvəz etmiş işarə əvəzləri işlənmişdir. Deməli, elə zalımsan, elə ruhsuzsan ifadələrində elə sözləri əvəzlikdir. Bu doğrudur. Amma biz deyirik ki, qayda olaraq, əgər necə sualına cavab verən sözdən sonra, bu qaydanı yazım, sonra eləni izah eləyəcəm. Necə sualına cavab verən sözdən sonra biz feil işlənibsə, deyirik bu necə sualına cavab verən söz əvəzlikcə deməli zərfi əvəz eləyib. Yox, əgər necə sualına cavab verən söz ismin yanında gələn əvəzliksə, bu zaman bu əvəzlik sifəti əvəz etmiş əvəzlikdir deyirik. Doğrudurmu? Yəni, bu qayda belədir. Bəs necə sualına cavab verən sözdən sonra sifət gələrsə nə baş verər? Bu məqam eyni ilə feildə olduğu kimidir. Biz necə ki, necə sualına cavab verən əvəzlikdən sonra feil gəldiyi zaman onu zərf götürürüksə, sifət gəldiyi zaman da onu zərf götürəcəyik. İzahını verim. Sən elə zalımsan, yəni o dərəcədə zalımsan, dərəcə bildirir, kəmiyyət. Elə ruhsuzsan, yəni o dərəcədə ruhsuzsan ki, deməkdir bu, kəmiyyətini ifadə edir. Ona görə də elə əvəzliyindən sonra əgər necə sualını cavab verən sifət gələrsə, bu zaman elə burada zərfi əvəz etmiş əvəzlik sayılır. Zərfi əvəz etmiş. Yəni, burada sifəti əvəz etmiş yox, zərfi əvəz etmiş iki əvəzlik var. Bu qaydanı unutmayın. Necə sualından sonra sifət gəldiyi zaman həmin necə sualı sifətin mövqeyində işlənməz. Cavabımız oldu D variantı. Nümunədəki feillər indiki və gələcək zamandadır. Gəlin buranı təmizləyək və feillərə baxaq. İncidirsən indiki zaman, üzürsən indiki zaman. Bu axı ürəkdir, daş deyil. Burada feil yoxdur. Sən elə zalımsan, elə ruhsan. Burada feil yoxdur. Gözündən su gələr, qeyri-qəti gələcək zaman. Bəli, indiki və gələcək zamandadır. Fikri doğrudur. Burada yanlış fikrimiz olacaq. D variantı. Davam edirik növbəti sualdan. Nümunədəki bütün söz birləşmələri üçün ortaq fikri göstərin. Əli belində, həyətin ortasında fırlanır, silahlı adamlara fikir vermirdi. Baxın, 3 dənə söz birləşməsi qeyd elədim. Əli belində, bu qeyri-təyinli söz birləşməsi sayılır. Düzdür, proqramda yoxdur, amma bütöv təhlil olunur. Həyətin ortasında 3-cü növdür, silahlı adamlar da 1-ci növ təyinli söz birləşməsidir. Zərflik vəzifəsində işlənmək, silahlı adamlara ifadəsi kimə adamlara fikir vermirdi, hansı adamlara silahlı. Ayrı təhlil olunduğuna görə, ümumiyyətlə, hər hansı bir cümlə üzvü kimi ortaq cəhətləri ola bilməz. A olmaz. Feili birləşmə olmaq, xeyr, əli belində və həyətin ortasında feili birləşmə deyil, B bəndə olmaz. Tərəflərinin isimlərdən təşkil olunması.
Məsələn, silahlı sözü burada sifətdir. Ona görə C bəndi olmaz. Tərəflərindən birinin feili xəbərə aid olması. Əli belində fırlanır, uyğundur. Həyətin ortasında fırlanır, uyğundur. Silahlı adamlara fikir vermirdi. Adamlara fikir vermək. Bəli, ən azı birinin feili xəbərə aid olması. Bu, hər biri üçün ortaq cəhətdir. D bəndi doğrudur. Bütövlükdə cümlənin bir üzvü olmaq. Baxın, silahlı adamlara ifadəsini biz parçalamışıq. Kimə? Adamlara, hansı adamlara? Silahlı. Yəni, bütöv bir üzv deyil. Ona görə Y də olmaz. Doğru cavabımız olacaq D variantı. Davam edirik növbəti sualdan. Növbəti suala keçməmişdən öncə bir daha xatırladım ki, bizim bir həftə 10 gün ərzində yeni onlayn qrupumuzla ibtidai sinif müəllimlərinin Azərbaycan dilinin hazırlığı start verilir. Dərslərimiz həftədə 3 dəfə keçirilir. Bu 3 dərsin biri sırf olaraq mətnlərin canlı yayımından ibarət olur. Hər bir mövzunun dənə-dənə video izahı var. Ev tapşırığı testlərinin bir-bir video izahları göndərilir. Dərs zamanı sual-cavabla yanaşı minimum 2 sınaq işlədilir və hər bir sınağında doğru cavabları var. Artıq bir müddət sonra imtahanlara yaxınlaşdıqca gün ərzində dərslərimizdən kənarda hər gün qruplara sınaqlar göndəriləcək. Təbii ki, izahları ilə bərabər yüksək nəticə əldə etmək istəyən müəllimlər bu aydan etibarən gecikməsinlər. Yəni, bu ayda qoşulanlar inşallah ki, proqramı tam şəkildə çatdıra biləcəklər. Hər birinizə uğurlar. Dərslər haqqında məlumat üçün 055 418 82 02 telefon nömrəsi ilə bizə WhatsApp-dan yaza və ya zəng edə bilər. Davam edək suallarımızdan. Cümlələrdəki təyinlərin ifadə vasitələrinə görə işlənmə ardıcıllığı. Müzakirə edilən məsələləri də qeydə aldıq. Nəyi, məsələləri? Hansı məsələləri? Müzakirə edilən. Burada olmaq, etmək feili ilə yaranmış mürəkkəb feil var. Müzakirə etmək. Yəni, bu bir sözdür. Müzakirə etmək sözü. Bir söz də feili sifətdir. Hər hansı bir söz birləşməsi ola bilməz. Ona görə də elə birlə davam edirik. Feili sifətlə. Taxta qapıdan yalnız səni buraxdılar. Hansı qapı? Taxta qapı. Taxta burada təyindir. Taxta sözü ayrılıqda sual verək. Taxta nə? Nə sualına cavab verən isimdir. Nümunə tərkibində sifətin mövqeyində işlənilib sifətləşmişdir. Ona görə isimdən davam edirik. 5. Rayonda yaşayan qohumları da yad etdi. Kimi qohumları? Hansı qohumları? Rayonda yaşayan. Rayon bir söz, yaşayan iki söz. İki söz feili sifət tərkibində birləşdi, oldu söz birləşməsi. Ona görə bunu yazırıq 4. Burada məsələn söz birləşməsinin yerində verə bilərdi feili sifət tərkibi. Yəni belə də yazmaq olardı, eyni şeydir. İçəridə hələ çox adam var. Kim var? Adam. Nə qədər adam? Çox adam. Burada var predikativ sözdür, suala cavab vermədən xəbər olur. Çox sayı burada təyin vəzifəsində işlənmişdir. Ona görə burada yazıram say 3. Onunla da ortaq cəhətimiz çoxdur. Çoxdur nə cəhətimiz? Hansı cəhətimiz? Ortaq. Deməli, ortaq sözü sifətdir və nəhayət sonda gəlir sifət. Deməli, 1, 5, 4, 3, 2 ardıcıllığımız olacaq C variantında. Davam edirik sonuncu sualımızdan. Verilmiş nümunənin morfoloji təhlilinə aid yanlış fikri müəyyən edin. Ana qarnındakı o qandanam mən, bütün kainata qan olsun kəfən. Birinci misrada adlı xallı isim işlənməmişdir. Ana qarnında, ananın qarnındakıdır bu, yəli haldadır. O qandan çıxışlı xaldır, mən əvəzlikdir, isim deyil. Yəni, burada adlı xallı isim işlənməmişdir. Şərti tamamilə doğrudur. Nümunədə həm sifət, həm də onu əvəz etmiş əvəzliklər işlənmişdir. Sifətə baxaq. Ana qarnındakı, bəli, dakı ilə düzəlmiş sifət var burada. O, sifətə əvəz etmiş o qandan, hansı qandan? Əvəzlikdir. Bütün kainata, hansı kainata? Bu da sifətə əvəz etmiş əvəzlikdir. Yəni, əvəzliklər şərti də doğrudur. 2 dənə sifətə əvəz edilən əvəzlik var. Deməli, B də doğrudur. Qan sözü təsriflənən feilin tərkib hissəsi kimi işlənmişdir. Qandanam mən, qan isimdir. Burada feildən söhbət gedə bilməz. Təsriflənən feilin tərkib hissəsi yanlışdır. Burada feil yoxdur ümumiyyətlə ilk misrada. C bəndi səhvdir. Ana yəli halı isimdir. Bəli, ananın qarnındakı burada qeyd eləmişəm. Doğrudur. İsimlərin heç birində mənsubiyyə şəkilçisi yoxdur. Ana qarnındakı burada ananın qarnı burada mənsubiyyətdir. Amma qarnındakı, dakı ilə düzəlmiş sifətdir. İsim deyil burada. Onu çaşdıra bilərsiniz.
Qarnındakı. Burada qarın isminə qarnın mənsubiyyət artırılıb, amma dakı burada sifət əmələ gətirib. Yəni qarnındakı sözü sifətdir. Sifətin tərkibinə artırılmış mənsubiyyət var, ismin yox. Ona görə də bunu götürmək olmaz. Qandanam, çıxışlıq hal var burada. Mənsubiyyət yoxdur. Bütün kainata qan olsun kəfən. Digər misrada da yenə mənsubiyyət şəkilçisi yoxdur. Ona görə də Y bəndi tamamilə doğru fikirdir. Düzgün cavabımız olacaq, yəni yanlış fikrimiz C variantında. Bu videomuzun da sonuna gəldik. Siz də kanala abunə olaraq həftə ərzində paylaşılan bu tipli izahlardan faydalana bilərsiniz. Hər birinizə uğurlar. Thank you.